Azərbaycan siyasətçisi, memarı olan Ulu Öndərimizin bugün doğum günündə bir daha sizi xoş gördük. Gəlin həyatını Azərbaycan xalqının taleyinə bağlanmış bu böyük şəxsiyyət haqqında video tarixi tamaşa edək. Heydər Əli Rızaoğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olub. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Memarlıq fakültəsinə daxil olub. Lakin 2-ci Dünya müharibəsinin başlanması ona təhsilini başa çatdırmağa imkan verməyib. 1949-1950-ci illərdə SSR Dövlət Təhlükəsizliyi Komitəsinin indiki Sankt-Peterburqdakı rəhbər kadrların hazırlığı məktəbində təhsil aldıqdan sonra 1950-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsində bölmə rəisi təyin edilib. 1957-ci ildə indiki Bakı Dövlət Universitetinin Tarix Fakültəsinin qiyabi şöbəsini bitirib. 1958-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin Əks Kəşfiyyat şöbəsinin rəisi, 1964-cü ildə Dövlət Təhlükəsizliyi Komitəsinin sədr müavini təyin edilib. 1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədr vəzifəsinə təyin edilib və həmin ildə də ona general-mayor rütbəsi verilib. 1991-ci il sentyabrın 3-də Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri və Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Heydər Əliyev 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis konfransında partiyanın sədri seçilib. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının prezidenti seçilib. 1998-ci il oktyabrın 11-də yenidən Azərbaycan Respublikasının prezidenti seçilib. 2003-cü il dekabrın 12-də ümummilli lider Heydər Əliyev vəfat edib və dekabrın 15-də Bakıda Fəxri Xiyabanda dəfn olunub. Gecələrə su sərpişəm, yar gələndə toz olmasın, yar gələndə toz olmasın.
öz gələcəyini işıqlı, parlaq görmək istəyirsən, gərək uşaqlara xüsusi diqqət yetirsin. Heydər Əliyev o böyük öndər uşaqları ürəkdən sevərdi. Çünki o bilirdi ki, nağıl dünyasında yaşayan bu körpələr illər keçəcək öz istedadları və bacarığı ilə birgə böyüyüb artacaq, onlarla birgə yaşad olacaq. Böyük öndərin sevgi dolqalasına yol tapanlar, gələcəyin dahiləri, şairləri, yazarları, hərbçiləri olacaqdır. İndi isə sevincin ifasını dinləyək. Büyüsün güzel hayatları ey sevgili canan. Olmuş bütün alemde senin şanine şayan. Gel eylene vaziş, gel eylene vaziş. Mənə bir bu sələminə, çünki güzelin bu sesidir aşık ehsan. Çünkü güzelin bu sesidir aşık ehsan. Sordum ki gönül hardadır, aldım bu cevabı. Hiç sorma tapılmaz, onu aktarsa da insan. Rahmeyle dedim gel, rahmeyle dedim sil kimi gözyaşımı döktüm. Gel kanım ile oynama ey afeti dövran. İnsafına gel var, insafına gel var ise söyle bu nizamin. Senle nece rəftar eylesin ey mahitaban. Senle nece rəftar eylesin sevgili canan. Gel sevgili canan. Səhnəciyi tamaşa edək. Uşaqlar, hara belə gedirsiniz? Sən bilmirsən ki, bu gün bayramdır. Nə bayram, mən bilmirəm. Sen bilmirsən ki biz bugün məktəbdə babamız Heydər Əliyevin ad gününü qeyd edirik. Bilirəm, bilirəm. Sizdən də eşitmək istəyirdim. Əziz uşaqlar, sizin fikrinizdə Heydər Əliyev kimdir? Heydər Əliyev böyük Azərbaycanlıdır. Bu sözlər ona aiddir. Mən fəxr edirəm ki, Azərbaycanlıyam. Heydər Əliyev əsl vətənpərvər idi. Bizim hamımızın bir vətəni var, bu da Azərbaycandır. Heydər Əliyev bizim tariximizdir. Bircə tariximizi heç bir zaman unutmayaq. Onun hər səhifəsinə hörmətlə yanaşaq. Mən bilirəm ki, Heydər Əliyev bir çox dildə danışmağı çox gözəl bilirdi. O, uşaqların müxtəlif dildə danışmağını çox sevirdi. Əziz uşaqlar, gəlin xarici dildə şeirlərimizi deyək. Azərbaycan Bakıdır. Maya Sürüzən, Morsan Çövüç, Narod Duşarı Bakarımış, Tıvar Prezident Kort İmakuç, Ya Prezident Türk'ün Manfayı, Kovus Meclisleri ve Stanbul Kırklaştırı, Birliklik Heydər Əliyev. I love my country, proud and true, with skoysu and kırdoşluğu. I sing with all my heart, from my never to come. Люблю родная, но страна и Богу. И победил растут мой. Не слава Ukrayna кровью. Azərbaycan shines both night and day in my heart. You will always. The hills are green, the hills skies blue. My love for you is strong and true. Ana Dilimizi sevmeyi biz ondan öğrenmişik. El bilir ki sen benimsən. Yurdum, yuvam, məskənimsən. Anam doğma vətənimsən. ayrılar mı tanrıcanlar? Azərbaycan, Azərbaycan. İndi isə gəlin oxuyaq, oynayaq.
bilməyək. Bilirəm ki, dünənimiz bugünün keçmişi deyil. Hər dövrdə bir şəxsiyyət tarixin vərdişi deyil. Bir ölkəni xilas etmək bir insanın işi deyil. Allah səni öz nurundan yaratmışdı Heydər baba. Gəlişinlə yoxa çıxdı mərmi yağmış falqa külək. Gedişində ağlayırdı yerdə insan, göydə mələk. Hər yanan ocaqların istiliyi varsa demək, Allah səni öz nurundan yaratmışdı Heydər baba. Tanrı sənə yetirib, Heydər kimi bir oğlu, keşiyində dayanıb, basılmaz igid oğlu. Gəlişinlə qurtulubdur bu vətən. Sən oldun xalqa ümid və güvən. Sən oldun dar gündə kömək etən. Ulu bir sərkərdə, ulu bir öndər. Uzatdın hər yerdə bayrağımızı. Yazdın tarixlərə adsanımızı. Tanıttın dünyada varlığımızı. Ulu bir sərkərdə, ulu bir öndər. Hara baxırsansa nişanələri, özündən sonraki abidələri, bizləri tərk etmir xatirələri. Ulu bir sərkərdə, ulu bir öndər. Heydər adı dastanına çevrildi. Onun qüdrətini yer-üzü bildi. Allah onu yurdumuza yetirdi. Ulu bir sərkərdə, ulu bir öndər. Zəhmətiyle dilçəltdi yurdunu, gücləndirdi yenilməyən ordunu. Ödəyib dirmi Rəbbərin borcunu. Ulu bir sərkərdə, ulu bir öndər. Bu idi məqsədi vətən çalsın, oğulları düşmənləri dəvasın, Allahın gözünü sevir cəbatsın. Ulu bir sərkərdə, ulu bir öndər. Əlindən gələni xalqına etdi. Ağ günə çıxarıb dünyadan getdi. Qoymadı desinlər yolumuz bitdi. Ulu bir sərkərdə, ulu bir öndər. Özündən sonra bir davamçı qoydu. Onun da bu yolu Heydər yoludur. Haqqa qovuşsa da xalqın düşünər. Ulu bir sərkərdə, ulu bir öndər. Vətənin dar günündə onun dadına çatdın. Üç renkli bayrağımı zirvələrə ucatdın. Yurdumuzun üstündən qovdun qara kölgəni. Məhv olmaqdan qorudun, xilas etdin ölkəni. Çiçeği hep ülkemiz göğüsleme okuyup, ödün olmasan belə əməllərin yaşayır. Vətən oğlu, ata oldun bizə sən. Ata kimi qəlbimizi çəkirdin. Şair kimi həssas idin sözü sən. Danışıqda sözdən söz çəkirdin. Torpağın müqəddəs, iradən boğaz. Əziz müqəddəsdir, daşıdığın ad. Xalqının əmanət, ilhamdır göqan. Sənə dayaq oldu, Heydər babamız. O öndərini hayaladı xalq. Durdu arxasında Heydər kimi dağ. Çətin imkanlar, çıxdığı yağ. Sənə dayaq oldu, Heydər babamız. Həşərdən günəşli, nurlu şahırcam. Həşərdən qocaman, qursan ölkəm. İgidlər, cəsur doğuşan ölkəm. Sənə dayaq oldu, Heydər babamız. Gəlsə aylar, gəlsə illər, ürəklərdə qalacaqsan. Arzuladın çiçək arzu, yaşayacaq Azərbaycan. Heydər ata, Heydər baba. Canalar üçün biçindi bırak. Ona ocağdan ömür qolma. Qalbinin batında qaladın yana. Hey vatan senden ölsene qolma. Mədəniyyət vəsiyyəti ilə topladığı ən yaxşı nümunələr hamıya biz sənə ömür dilədik, yaradanın tərs Damarında Türk kanı, akan Heydər özüdür. Bütün Türk
Özün getdin öz xalqına özün kimi oğul verdin. Allah səni öz nurundan yaratmış Eldar baba. İndi isə gəlin Alagöz mahnısını dinləyək. Yüksekliğe kaldıran, yürüttüğü daxili ve xarici siyaseti nəticəsində Azərbaycanı dünya arenasına çıxaran, müstəqilliyimizin qurucusu və təminatçısı Heydər Əliyev, mənim Azərbaycanlı olmağıma həmişə və hər yerdə fəxr edirəm şüarı altında Azərbaycanın prinsipləri ileri sürdü. İndi isə dənizin ifasını dinləyək.
balalıq, yəni yaşaya bildik. Və ona görə də bu uşaqlara, onları hazırlayan müəllimlərə, tərbiyəçilərə, musiqiçilərimizə, hamıya minnətdarlığımı bildirirəm. Çox gözəl rəqs elədi qızlarımız. Bizim demək olar ki, rəqs qrupumuz var. Uşaqlar çox gözəl çaldılar. Bilirəm ki, ilk dəfə idi ki, nağara ilə qarmon birlikdə çalırdı və bu da uşaqların deyəsən öz ideyalarıdır, özlərinin təqdimatıdır. Çox gözəl. Belə də davam edək. Uşaqlarımızı önə çəkək, hamıya bildirək ki, biz irəlidəyik. Biz birik. Biz hamıyla birlikdəyik. Ulu öndərimizə Allah rəhmət eləsin. Ulu öndərimiz amma ölməyib. Həmişə bizimlədir. Və onun qoyub getdiklərini biz yaşatmalıyıq. Siz yaşatmalısınız. Eşq olsun bizim prezidentimizə ki, Azərbaycan kimi balaca bir ölkəni bütün dünyada tanıdıq. Bütün dünya bizi tanıyır. Bütün dünya Azərbaycanın qələbəsini qeyd edir. Dünyanın hər yerində indi Azərbaycan deyəndə onlar dərhal Şuşa deyir, Qarabağ deyir. Eşq olsun prezidentimizə və birinci xanımıza. Çox sağ olun. İndi isə müəllimləri tərəfindən belə bir fikir vardı ki, uşaqlar aktiv iştirak etdiklərinə görə bu uşaqlara təşəkkürnamə verək və onları təqdim etmək istəyərdik. Şərbətzadə Qoşqar. Qoşqar, haradasan? Məmmədova Sevinç. Sevil. Sevil. Aslanov Nicat. İstifova Sevinç. Arterin Sevinç. Okumağı da çok yaxşıdır. Quliyev Əli. Bayramov Murat. Məmmədov Kənan. Yadındadır ki, Kənan balaca siniflərdə, yəni ibtidai siniflərdə yazıqdadır ki, Əlbiz müəllimsiz və Dürrəsiz müəlliməsi olmadan dərsdə oturmaq istəmirdi. İndi Afərin həmişə görürəm ki, çox aktivdir, tənəffüslərdə də, dərslərdə də. Afərin. Esmira. Abbas. Ahacan. Adem yakındadır. Rəşidov Yusif. Arzu Cahangir'de çok güzel oynamış.
Ağazadə ağa. Onu da qeyd edim ki, ağa ilə Sevinç elə yaxşı diksiyalar var, elə yaxşı apardılar ki, bu mətni özləri yazıblar sanki. Bilirlər ki, kömək var, amma özlərinki kimi tələffüz edirdilər. Yəni, sevgi ilə yanaşırlar, ürəklə yanaşırlar. Afərin ikisinə də. Əmrullayev Dəniz. Bizim bir dənizimiz də var, Qasımov Dəniz. Bəyi alan çaldım. Afərin gözəl çaldım. Elxan. Abbaslı Elxan. Ağazadə Polad. Allah verdi o Zəhra. Gəlin olur Fatimə. Ona görə də bir rəqs grubumuz var. Fatimə Afran bir rəqs keçirsən. Məhəmməd Arzu. Arzu gəl. Səfərova Günay. Eyvazova Gülşen. Gülşen gel. Geç. Tez da biraz. Mehmetova Nezrin. Umayva Nermin. Ve Fethullah Nermin.